İki tərəfi 6 və 8 olan iti bucaqlı üçbucağın üçüncü tərəfinin ala biləcəyi mümkün tam qiymətlərin sayı soruşulur. Biz ilk növbədə üçbucaq bərabərsizliyini yada salmalıyıq. Normalda üçbucağın növü verilməyəndə deyirik ki, üçüncü tərəf digər iki tərəfin cəmindən az, fərqindən çox olur. Lakin xüsusi olaraq iti bucaq olduğu vurğulanırsa, biz bilməliyik ki, iti bucaq 90 dərəcədə kiçikdir. Yəni, iti bucaq olanda qarşıda iki tərəfin aldığı qiymət 90 dərəcə olsaydı ala biləcəyi aldığı qiymətdən daha az olmalıdır. Yəni, əgər bu bucaq 90 dərəcə olsaydı, 6-8 Pifaqor üçbucağı 10 qiymətini almış olardı. Lakin burada iti bucaq olduğu deyilirsə, deməli 90 dərəcədə aldığı qiymətdən 10-dan daha kiçik qiymətlər olmalıdır. Ona görə biz bu bərabərsizliyi yazarkən cəmindən kiçik yazmırıq. O aralığı daha da kiçildərək daha dəqiq cavabı tapmış oluruq. Yəni, kiçikdir, ondan yazırıq və digər sol tərəfi isə yenə qaydaya uyğun olaraq fərqinin modulundan. Yəni, orada biz hər zaman müsbət qiymət yazmalıyıq. 8 çıxılsın 6, 2 qiymətini verəcək. Beləliklə, biz görürük ki, x 2 və 10 arasındakı tam qiymətləri ala bilər.